Yusuf kimi quzaqda gəzəsiniz. Yoldaşımı qabaqda göndərirəm. Kaya yıxılmasa özüm də Yusuf'la keçəcəm. Ya X5 ilə canavar kimi gedər ya. Burada Çaynikdə də çay verirlər 4 manata. Deməli gəlmişik. Salam verim. Salam aleyküm. Deməli gəlmişik. Yusuf kişi ilə qaxa. Mamırlı şəlaləsinə gedirik. Dedilər, sizin maşın getməz bu yolu. Mən də Yusufu vurdum qoltuğuma. Piyada gedirəm. Hə, bu avtobus burada da deyəsən. Saxlama yeri var. Şimdi yola baxacam görüm, həqiqətən mənim maşın getməz, yoxsa yox. Deməli, kəndin girişində Uaz maşınları var idi, hamısı üstü açıq. Hansı ki bu yolu ödənişlə gedirlər. Amma biz ödəniş eləmək istəmirik deyə. Yox, yol pis. Olmaz. Hem daşlıqdır, çay daşlarıdır yolda. Hem kələ kötürdür, hem de inişdir. Neçə kilometre diyor? Buradan həyat var, burada maşını saxlayırsınız. 2 manat verirsiniz. 2 manat? Aha. 1 kilometre yoldur ki ya da. Burada kamp kurublar, kışın yerinde. Burada yandırıblar. Tamam öyle. Orada bak zıgır da var. Yolun bu hissələri yaxşıdır. Həm də qurudur. Amma bir-iki yer var ki, o həmin o yerlərdə maşın ilişər. Ona görə belə məsləhət tamam. Ya piyada ki, belə vazvara pul verib gələsiniz. Qiymətini soruşmadıq. 15-20 manat olar. Ama bence ayağına gelmeyi daha manasız. Ha. Biz hadi Evet. kopşalımız. Biz de indi üstü asırdı, orada bakıraq qaxa çəkir, amma olarsın bu an tez kurtarır da. Arkada da piyade gelenler var.
Yaxşı olar ki, ya səhər tezdən gəlir, Ben tuttum uşağı. ya da yox. Ya da saat 4-dən sonra gələsiniz. Çünki indi biz yolcu saatlarında çıxmışıq, çox istidir. Bence bana sevindi, sen de kalksın sen Adam de kalk. yeyir, yüklə. X5'lə canavar kimi gedər ya. Kim gedərdi buran? Sesi işte sen. Bütün kuş səsləri gəlir. Şabalarının səsi gəlir. Hava təmizdir. Burada kağıtçıdan dondurma var. Burada samalar sayı verən bir neçə yer var yol üstü. Tabirlər. Yəni özünüzlə çox da imkanlara ehtiyac yoxdur. Nə var? Maşından hava ilə gedim. Yol sağdaqdır. Elə bura qədər. Boşluk var. Hangisinden? Gördüm maşın buradan çıkıp sahil üstüne çıktı. Bak orada teker izleri var. Evet ha. Buradan mavi de var. Burada demək olar ki, yoxuldurdu. O sahil ətəyindən keçmək lazımdır maşınla. O da hər maşın düşürür. Ən yaxşı variant, ən rahat variant, maşından da rahat oldu ki, Yusuf kimi quzaqda gəzəsiniz. Həm ətrafı rahat görürsünüz, baxırsınız, izləyirsiniz, həm əziyyət çəkmirsiniz. Papağınız başınızda. Amma bu xidmət ola bilər ki, sizə maşından baha başa gəlsin. Bura demək olar ki, gün düşmür, sərindir. Ağaclarla əhatə olunur. Kuşların səsləri gedir adamlar. Deməli, sahil üstündən keçirsiniz. Orada bir körpü var idi. Oradan sonra kanalını təqribən qalır 400 metr məsafə.
Burada artıq insan atıqlarını, zibilləri görməyə başlayırıq. Kiloklar, butulkalar. O ağaca baxmayacağım abi. Burada bir sekalar var. Ama bunların içine yeri yok. Bu ağaca bak. Burası altı. Yukarı tarafında. Serinlik var. Ama biraz necə deyərlər, bürkülü. Hava ağaclara görə hava çox girmir içəri. Biraz da aşağıdadır deyə. Bilmirəm yuxarı qalxanda necə olacaq. Neyse yürü. Aşağıdan kayaklı. Kayanın bölümünün yolun yukarı tarafında olacaq. Şimdi yolun eniş küçəsi yukarı yokuş başlıyor. Tutanıp ata yoruldu. Aha, taşırmasın bana. Deməli gördüyümüz maşınlar Jeep, Mitsubishi Pajero ve UAZ. Bunlar Şalalı'ya gelen maşınlar, bu Şalalı'ya olmuş değiller. Başka maşınlar şimdi uçmalı. Ve kırmızı ağzı buradaymış. Enur kıraktan yavaş ol. Burada her burada çay tam verirler. Samalar çayı. Çayıdan 15 manat. 15 manat. Kitabda 1 manat 50 qəpik, 1 manat. Okumada yıllar var mı? Test için yoldaşımı qabağda göndərəm. Çaya yıxılmasa özüm də Yusufla keçəcəm. Ha orada. Her yerden su akıp çaya. Baktım başı böyle şeyler çalışıyor ki su akıp çaya. Birazdan çanaları görüyoruz. Deməli, gəldik Kəralaya çıxdıq.
Burada çaynikte de çay verirler 4 manata. İşte görüyorsunuz.